Salam dəyərli izləyicilərimiz və tələbələrimiz. Biz sizinlə bugün 1S proqramında əmək haqqının hesablanması və ödənilməsini izah edəcəyik. İlk öncə gəlir 1S proqramının 8.2 versiyasını açırıq. Biz burada işçini işə götürmək lazımdır ilk öncə. Yəni işçinin əmək haqqını hesablamaq üçün ilk öncə işçini işə götürürük. Bunun üçün nə edirik? Gəlirik kadrlara. Kadrlarda təşkilatın əməkdaşları bölümünə. Buradan əlavə et veririk. Tutaq ki, bir işçini işə götürəcəyik. Ad familiyası tutaq ki, Sənan Məmmədov Vəlioğlu. İşçi haqqında məlumatları, doğum tarixini yazır 01.01.1985. Buradan digər işçi haqqında məlumatları daxil edə bilərik. İşçinin buradan şəklini də əlavə edə bilərik. Tutaq ki, işçinin şəkli kompüterdə varsa, buradan gəlib işçinin şəklini açıb bura qoya bilərik. Və ondan sonra OK veririk. Amma işçi ilə işə götürülməyib. Sadəcə işçinin adı daxil edilib. Məlumatları daxil edilib. Ondan sonra gəlirik, işçini işə qəbul edirik. Kadrlar, təşkilata işə qəbul, əlavə et veririk. Buradan da işarəni seçirik və işçinin bura daxil edirik. Sənan Məmmədov. İşə qəbul tarixi 01.01.2015. Tutaq ki, bölmə, hansı bölmədə işləyəcək? Tutaq ki, işləyəcək maliyyə bölməsində. Buradan seçirik, tutaq ki, vəzifəsi nə olacaq? Tutaq ki, maliyyəçi. Misal üçün. Əmr, tutaq ki, əmr kitabında bu işçinin işə qəbul əmri neçə olub? Tutaq ki, 152 və OK, işçinin işə qəbul edirik. Və ondan sonra gəlirik işçi əmək haqqı hesablamağa. Gəlir əmək haqqının hesablanması, əlavə et. Buradan hansı bölmənin işçisi olacaq onu seçirik. Maliyyə şöbəsi. Buradan əlavə edirik işçinin adı, soyadın Sənan Məmmədov. Hansı ayın əmək haqqı hesablanacaq onu seçirik. Tutaq ki, yanvar 2015 hesablanacaq. Burada var. Vəzifə maaşı tutaq ki, 1000 manat olacaq. Və həmin ay üzrə, tabel üzrə iş günlərinin sayı həmin ayda neçə gün olub? 24 gün misal üçün. 24 gün işə çıxıb, 3 gündə əlavə işləyib. Belə təsəvvür edilək. Və ondan sonra bunu təsdiqləyirik. Və bu əmək haqqının hesablanma cədvəlini çap da edə bilərik. Gəlib buradan çap, peçat işarəsini vururuq və belə bu şəkildə əmək haqqının cədvəl hesablanması çıxır. Bax, burada görürsünüzsə 20-nin 69-a, 20-nin 70-ə, yəni 20-nin 69-a 22% sosial müdafiə fonduna ödəmədir. 20-nin 70-ə əmək haqqının özüdür. Sonra buradan 70-in də içərisindən 68-ə gəlir vergisini hesablayıb və 3% də 69-a sosial sığorta haqqını hesablayıb. Və burada cədvəlin tarixin yazır, nömrəsinin özü avtomatik verir proqrama. Bu halda cədvəli buradan çap etmək olar. Və ondan sonra gəlir işçiyə əmək haqqının ödənişinə. Gəlir ilk dəfə öncə ödənişi təsdiq etmək üçün əmək haqqıya ödəniş, əlavə et veririk. Buradan hansı bölmədə işçi işləyəcək onu seçirik. Maliyyə. Yəni hansı bölmənin işçinin əmək haqqını hesablayırıq. Buradan hesabat ayı var, o verib. Ödəniş üsulu. Burada biz kassa var, bir də bank var. Yəni biz kassadan ödəyəcəksə CS kassa qoyuruq. Ondan sonra gəlib və doldurmaq veririk. Doldurmaq veririk. Və işçinin məlumatları bura düşür. Ondan sonra hesablamaq veririk. Əmək haqqının məbləği bura düşür. Və ondan sonra gəlir qeyd etmək bölümündən ödənilib işarəsini qoyuruq. Əgər bunu biz ödənilib işarəsini qoymasaq, kassadan pulu çıxartmaq olmayacaq. Ödənilib qoyuruq və təsdiqləyirik. Və bundan sonra gəlirik bunu ödəməyə. Ödəniş üçün gəlirik xəzinə əmək xaric orderi, əlavə et veririk. Buradan seçirik cədvəl üzrə əmək haqqının ödənilməsi. Və ondan sonra buradan əlavə et veririk. Buradan bayaqki əmək haqqı cədvəlini tapırıq. Ən axırıncı hesabladığımız. Və bura məbləğ düşdü 933 manat. Ondan sonra bunu təsdiqləyirik. Və bunun çap variantına da baxa bilərik. Buradan çap veririk. Bunu açırıq bu şəkildə. Bu da əmək xaric orderi. Və bunu təsdiqləyib pravotkasına da baxırıq. 70-in 50-yə OK veririk. Və bu da əmək haqqının ödənilməsi. Yenə keçdiyimiz, izah etdiyimiz bölməni bir də qısa nəzər salaq.
Əmək haqqını hesablamaq üçün ilk öncə işçini işə götürür. İşə götürmə qaydası nədir? Kadrlar, təşkilatın əməkdaşları. Buradan işçinin adını yaradırıq, məlumatını daxil edirik. Ondan sonra əmək haqqı. Ondan sonra gəlir işçini işə qəbul edirik. Buradan işə qəbul veririk. Buradan qəbul etdikdən sonra gəlir əmək haqqının hesablanmasına. Əmək haqqını hesablayırıq. Bu şəkildə buradan bayaq izah etdiyim qaydada əlavə edirik. İşçi haqqında məlumatları, əmək haqqının aylıq nə qədər alacaq, neçə gün işə çıxır, vəzifə maaşı və digər məlumatları daxil edirik. Ondan sonra gəlir əmək haqqının ödənişi. Əmək haqqının ödənişi bölümündən də əlavə edirik. Buradan doldurmaq verir və hesablama veririk, özü avtomatik hesablayır. Buradan qeyd etmək bölümündə ödənilib işarəsini qoyuruq və təsdiqləyirik. Və ondan sonra gəlir kassadan normal qaydada xəzinə məxaric orderi əlavə et verir. Buradan seçirik cədvəl üzrə əmək haqqının ödənilməsi və əmək haqqını ödəyirik. Əmək haqqı ilə bağlı dərsimiz bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə.